Salam əzizlər, hər vaxtınız xeyir olsun. Bu videoda 3-cü qrup 20 sınaq testindən ümumi sınaq 20-ci sınağa baxırıq. Qeyd edilmiş təbii şəraitdə inkişaf etdirilən bitkicilik sahəsi. Yarımsəhra və quru çöl, mülayim isti iqlimdə olur. Dəmiyə və suvarma əkinçiliyində inkişaf edilir, boz və şabaldı torpaqlarda. Taxılçılıq Azərbaycanın hər yerində əkilir, həm dəmiyə suvarma əkinçiliyində. Yəni ümumiyyətcə aqroqi metodlarına çox da tələbkar bir təsərrüfat, bitkiçilik deyil. Pambıqçılıq üçün dəmiyə olmaz. Pambıqçılıq suvarmadır, mülayim istidə yox, yarımsəhra quru çöldür. Ona görə 2-ni çıxdıq. 3-də o da yarımsəhra quru çöl olmaz. Burada nə olmaz? Yarımsəhra quru çöl olmaz. Əsasən orada mülayim isti iqlimdə olur. Ona görə də bu da çıxdı. Üzümçülük o da olar. Üzümçülük də bunun bütün tələbləri ödəyir. Çəltikçilik isə daha çox o isti ərazilərdə dəmiyə yox, suvarma əkinçiliyində əkilməsi mümkündür. Yəni bunun üçün isti və çəltiyin əkilməsi üçün isti və rütubətin çox olduğu yerlərdə olmalıdır. Ona görə də 1 ilə 4 D variantı doğrudur. Xəritə sxemdə 2, 3, 6 ilə verilən rəqəmlərin 1, 4, 5 rəqəmləri fərqləndirən əlaməti. 2, 3, 6-nın. Baxın 2, 3, 6-nın digərlərindən fərqi. Baxaq görək nə deyir. Aqroqi metodları məhduddur, düzdür. Çünki hamısı dağın yüksək zirvələrindədir, digərləri isə düzən ərazilərdədir. Ona görə də bəli, aqroqi metodları məhduddur. 1. İkincidə səpələnən radiasiyanın payı üstündür. Səpələnən yox, hamısında düz radiasiyadır. Ümumiyyətcə bu oxşar cəhətdir. Çünki dağların zirvələrində, yəni alçaq və orta dağlıqlarda səpələnən radiasiya çoxdur. Amma yüksək dağlıq zirvələrə qalxdıqda isə səpələnən radiasiya yox, düz radiasiya daha çox olmağa başlayır. Yəni bu hamısının ortaq cəhətidir. 2 olmaz. Orta illik temperatur daha aşağıdır, düzdür. Dağların zirvələrində temperatur aşağı olur. Temperatur aşağı olsa da radiasiya çoxdur və düz radiasiya olur. Buxarlanma qabiliyyəti ilə buxarlanma arasında fərq azdır. Bu da doğrudur. Çünki yağıntının miqdarı, burada havanın temperaturu nisbətən zəifdir. Amma 1-4-5-də isə temperaturu yüksəkdir, amma ki yağıntının miqdarı azdır. Ona görə də aralarında fərq çoxdur. 1, 3, 4 B variantı. Vulkanik məşəlli suxurlar üstünlük təşkil edir. Vulkanik məşəlli suxurlar bunların hamısında demi olmaz. Bir dənə 3-də demi olayışı var. Qalanlarında yoxdur. Bir də əkinçilik suvarmadır. Xeyr. Suvarma bu artıq tərsinədir. 1, 4, 5-in 2, 3, 6-dan fərqidir. Ona görə də bunda çıxırıq. Cavab oldu B variantı. 3-cü sual. Turist A məntəqəsindən şərq istiqamətilə 5 km getdi. Bunun üçün şimal, şərq, cənub, qərb. A məntəqəsindən şərq istiqamətinə 5 km. Baxın, bura gəldi. 5 km yol gəldi. O hansı azimutla və neçə kilometrlə getməlidir ki, ilkin məntəqəyə 315 azimutdan qayıtsın? Baxın, 315 azimutdan getməsi üçün, baxın, 315 burada da qayıtma deyir. Yəni, buradan o hansı azimutla və neçə kilometr getməlidir ki, ilkin məntəqəyə 315 azimutla. Yəni, o burada olmalıdır. Burada olmalıdır ki, bu belə geçsin, bu istiqamətdə. Baxın, 315 dərəcə azimutla. Deməli, cənuba 5 kilometr getməlidir. Cənubda 180 dərəcə 5 kilometr A variantı. Baxın, deməli, turist şərqə 5 kilometr yol gəlibdi. O hansı azimut və neçə kilometr getməlidir ki, ilkin məntəqə 315 dərəcə azimut. 315 bu tərəfdə də buradır. Yəni, şimal-qərb istiqamətində. Burada dayanmırsan, bu istiqamətdə qayıtmalıdır. Qayıtmalısa deməli, bu bura gəlməlidir. Ona da 5 kilometr cənuba gəlməlidir. 4. Yay gün dönümü günü, günorta vaxtı günəş şüalarının 16,5 dərəcə bucaq altında düşdüyü paralelə aid olan əlamətlər. Baxın, əvvəlcə fi bərabərdir 90 minus alfa minus beta. 16,5 dərəcə bucaq altına düşür, yəni fi 16,5-dir. 90 çıxılsın alfanı.
harda yerləşdiyini bilmirik. Yay gün dönümü dediyinə görə bir dəfə çıx 23.5, bir dəfə də plusla yazacağıq. Deməli x minus 23.5 bərabərdir. 90-dan 16.1 çıxanda 73.5. X də bərabərdir. Baxın, artıq bunu keçdi. Toplayanda 97. Bu da olmaz. Yəni bu nə deməkdir? Bu deməkdir ki, yay gün dönümü günü şimal yarımkürəsində, axı ortada çıxma varsa deməli eyni yarımkürədə deməkdir. Yəni şimal yarımkürəsində heç bir məntəqədə 16.1 dərəcə bucaq altına düşməz. Qütblərin özünə ən aşağı ilə 23 qütblərdə 90'a düşür. Yəni 0 olur da orada günəşin düşmə bucağı 0 olur. Onda biz bunu plusundan yazsaq, onda fi 16.5 bərabərdir. 90 çıxılsın. Alfanı bilmirəm, üstə gəlir 23.5. O deyilir alfa plus 23.5 bərabərdir. 90'dan çıxanda 73.5. Alfa da bərabərdir 50. 73.5'dən 23.5 çıxanda 50 dərəcə. İndi 50 dərəcə cənub enliyindən söhbət gedir ha. Çünki məntəqə şimal enliyindədir. Ortada üstə yer qoymuşamsa, deməli bu müxtəlif yarımkürə demiş ki, bunlar toplanıbdır. İndi 50 dərəcə cənub enliyinə aid olan xüsusiyyətləri tapaq. Keçdiyi ərazilərdə sutkalıq temperatur amplitudu böyükdür. Sutkalıq temperatur amplitudu tropiklərdə olur. Bu da tropik enlik deyil, mülayimdədir. Olmaz. Okeanları kəsib keçir. Yəni bu bütün paralellərə aid olan bir xüsusiyyətdir. Bütün yox. Cənubda qütblərdən qütbə deyə bilmərik. Yəni Antarktidaya. Amma bu 50 kəsir. Passat kürələrin təsiri altındadır. Passatlar 30 dərəcə şimalla 30 dərəcə cənub enliklərinin arasında olur. Bu da olmaz. Okeanları kəsib keçir. Yəni bu kəsib keçir də, 50 kəsib keçir. Ona görə götürürük. Enən hava səhvdir, çünki mülayim enlikdir. Mülayim enliklərdə enən hava olmaz. Qalxan havadır. Günəşin maksimum düşmə 63.5'dir. Baxaq. Maksimal. Onda olur nə? 63.5. Belə yazaq da bunu. Fi bərabərdir. 90 çıxılsın. Məntəqə 50'dədir. Maksimal dediyinə görə çıx 23.5 dərəcə. O deyir 90 çıxılsın 10, 26.5. O da 63.5. Deməli doğrudur. 5'i də götürdük. Mülayim işıqlanma qurşağında yerləşir. Düzdür. Mülayimdədir də bu. Mülayim işıqlanma qurşağında yerləşir. Cavab oldu 2, 5, 6 D variantı. Yəni mülayim işıqlanma qurşağı 23.5'dən 66.5 dərəcənin arasında yerləşir. Elirvin diaqramına uyğun bəndləri müəyyənləşdirin. Deməli, birinci, yer qabığının litosfer. Mantiyanın bir hissəsini əhatə edir. Bilir ki, litosfer üst mantiyanın yer qabığının birləşməsidir. Ona görə də litosferə aiddir. 1. Okean və materik tiplərinə bölünür. Yer qabığı da okean litosfer tavası, materik tipli yer qabığı, okean tipli yer qabığı. 2 də bura. Ondan sonra 3. Bütöv yer kürəsini əhatə edir. Yəni bu oxşardır da. Hər tərəfdə bunlar var. Qalınlığı müxtəlifdir. Çünki litosferə yer qabığı da aid olduğuna görə, yer qabığının yəni fərqlər varsa, deməli avtomatik litosferdə də hündürlük fərqləri olacaq. Oxşardır. Tavalara bölünür. Bu da litosfer tavası. Yəni böyük litosfer tavaları, kiçik litosfer tavaları. Birinci 2, ikinciyə 1, 5, 3, 4 D variantı. Acınahur alçaq dağlığında formalaşmış meşələrin Azərbaycan digər əraziyə yayılmış meşələrdən əsas fərqi. Cəngəlliklərə xas olan bitkilərin bitməsi xeyir. Yəni arid dendasyon ərazisidir. Baxın elə deyək B variantında. Arid meşələrin olması. Bunda səbəbi nədir? Kürdən, yəni qurun sularının yer səthindən qalxması, intrazonal landşaft olduğuna görə. Arid meşələrdir. Ümumiyyətcə intrazonal nədir? Normalda orada
ağac olmamalıdır, o landşaft olmamalıdır. Amma ki müəyyən bir səbəblərə görə orada həmin landşaft əmələ gəlir. Bunda qurun sularının səviyyəsidir. Qiymətli tikinti materialları kimi istifadə edilməsi, yox. Niyə digər ərazilərdən fərqi deyir? Yox. Növ zənginliyinin çox olması, bu da olmaz. Çay boyu yayılması, yox. Çay boyu ərazilərdə, məsələn, Kür ərazidə da. Kür ərazi bölgəsində də çayın ətrafından keçir. Ona görə olmaz. İqlim diaqramının aid olduğu ərazi üçün sərcəvidir. Həmin ərazi üçün sərcəvi olanları bizdən istəyir. Bu əvvəlcə diaqramı oxumaq lazımdır. Baxırıq ki, iyun, iyul, avqust aylarında temperatur istidir. Deməli, şimal yarımkürəsindədir. Bir də baxırıq ki, qış aylarında yağıntı çoxdur. Yay aylarında yağıntının miqdarı azalır. O dəqiqə ağlımıza gəlir subtropikin Aralıq dənizi. Aralıq dənizi iqlim tipi aid olan xüsusiyyətləri seçmək lazımdır. Subtropik iqlim qurşağında yerləşir, doğrudur. Qırmızı qonur torpaqlar bu subekvatoriala aiddir. Ona görə də səhvdir. İl boyu ifrat rütubətlənmə şəraiti, bu da olmaz. İfrat rütubətlənmə yoxdur, o ekvatorialdadır. Qış aylarında mülayim hava kütlələrinin təsirinə məruz qalır. Düzdür, qışda mülayim, yayda tropikdir. Hava təsiri göstərir. Ona görə də məsələn Azərbaycan da subtropikin Aralıq dənizindədir. Yay aylarında isti olur, qışda hava yaxşı olur, mülayim olur. Səbəbi nədir? Yayda mülayim, qışda tropik hava kütlələrinin qışda mülayim hava kütlələrinin təsir göstərməsidir. Antropogen landşaft üstünlük təşkil edir, doğrudur. Çünki yaxşı torpaqlarda əlverişli iqlimə malikdir, ona görə də olar. Şimal materiklərinin şərq hissəsində yox, əsasən də cənub-qərb hissələrini əhatə edir. A variantı 1, 4, 5. Transferhəd su ehtiyatlarının daha çox asılılığına olduğu ərazilər. Transferhəd. Deməli, transferhəd isti ərazilərdir və transferhəd nədir? Qonşu ərazilərdən gələn çaya daha çox ehtiyacı olmasıdır. Deməli, məsələn, hansılar? 1, burada Meksika. Bu yox. Bir də bu. Ondan sonra 2, baxın, Türkmənistan, düzdür. Qazaxıstan yox. Misir. Bir də 6. Bu. 2, 5, 6 cavab C variantı. 8-də C. Ondan sonra 9-cu sual. Bir-birləri ilə tərs mütənasib asılılığa malik olanları müəyyənləşdirin. Tərs mütənasib nədir? Biri artanda digəri azalır və yaxud da tərsinə. Bu azalanda digəri artır. Havanın temperatüründən buxarlanma. Hava nə qədər isti olsa buxarlanma o qədər güclü gedər. Ona görə də düzdür. Bu isti olanda buxarlanma da çox olur. Deməli bu düzdür, olmaz. Mütləq hündürlüklə havanın temperaturu. Hündürlük artanda temperatur azalır. Doğrudur. Yəni hər 1000 metr yuxarı qalxanda 6 dərəcə temperatur aşağı düşür. Mütləq hündürlüklə atmosfer təzyiqi. Bu da hündürlük qalxanda atmosfer təzyiqi də azalır. 2, 3. Nisbi rütubətli və yağıntının düşmə ehtimalı. Rütubətlilik. Nisbi rütubətlik və yağıntının düşmə ehtimalı. Nisbi rütubətlik nə qədər də çox olarsa, nisbi rütubət, yəni havada su buxarı nə qədər çox olarsa, yağıntının da o qədər yağma ehtimalı daha çox olar. Ona görə də bu da düzdür, olmaz. Havanın temperaturu və nisbi rütubətlik. Havanın temperaturu artanda doyma həddi də artır. Yəni havanın temperaturu artır, amma nisbi rütubətlik düşür. Məsələn, 20 dərəcə temperaturda 50% su buxarı varsa, 30'da bu daha da aşağı düşər. 20, 25, 30'a yaxın ola bilər. Yəni temperatur havanın temperaturu artanda nisbi rütubətlik aşağı düşür. Yəni bu da tərs mütənasibdir. Oldu nə? 2, 3, 5 Y variantı. Günəş şüalarının düşmə bucağı və havanın temperaturu. Günəş nə qədər çox düşərsə, düşmə bucağı nə qədər çox olarsa, o qədər də hava isti olar. Yanlış fikirləri müəyyənləşdirin. Yanlış fikirlər. Gətirmə konusları əsasən dağətəyi ərazilərdə yayılmışdır. Düzdür. Yəni gətirmə konusları çaylarda dağların düzənliyi qovuşduğu ərazilərdə olur.
Ona görə götürmürük. Filiz faydalı qazıntılar əsasən respublikamızın şərq hissələrində yayılmışdır. Filiz şərqdə yox, qərb hissədə. Kiçik Qafqaz tərəfdə. Ona görə götürdük. Gürcüstanla sərhəddə dağlar, Rusiya ilə sərhəddə düzənliklər üstünlük təşkil edir. Səhvdir. Rusiya ilə sərhəddə daha çox Qafqaz dağları, Böyük Qafqaz dağları, digər tərəfdən isə Gürcüstandan isə daha çox məsələn Qanıqərçay düzü, Qanıqərçay və müxtəlif çaylar buna təsir göstərir. Yəni əsasən çaylarda düzənliklər burdadır. Ona görə də bu 3-də səhv olmuş olur. 3'ü də götürdük. Acınöhür ceyrançıl dendasyon, Qanıqərçay akkumulyativdir, düzdür. Yəni Acınöhür ceyrançıl aid dendasyon ərazidir. Qanıqərçay düzənliyi olduğuna görə akkumulyativdir. Ona görə çıxırıq. Kiçik Qafqazda həm Kaynozoy, həm də Mezozoy yaşıtı var. Bu doğrudur. Kiçik Qafqazda Kaynozoyun antropogen, paleogen növləri var. Mezozoydan da həmçində Yura, təbaşir var. Hər ikisində var. Ona görə götürmürük. Böyük və Kiçik Qafqazda yüksək dağlığında suxurların yaşı cavandır. Yüksək dağlıqlarda Böyük Qafqazda yüksəkdə Yuradır. Baxın. Yura, aşağıda təbaşirdir. Təbaşir. Amma Kiçik Qafqaz isə tərsinədir. Yuxarıda təbaşirdir, aşağıda Yuradır. Ona görə Kiçik Qafqazda deyirik ki, suxurların yaşında inversiya var. Ona görə də altında götürdük. 2, 3, 6, B variantı doğrudur. Dəniz nəqliyyatında əhəmiyyətli yer tutan su hövzələri. Əhəmiyyətli yer tutan. Hudzon boğazı. Baxın, Hudzon boğazı buzlaq ərazidir. Oradan nə kimi istifadə oluna bilər? Yəni o qədər də əhəmiyyətli yoxdur. Malakka boğazı, Bering boğazı. Soyuq ərazidir. Yox. Davis boğazı. Yox. Soyuqdur. Şimal qütbünə yaxındır. Panama kanalı, La-Manş boğazı, Magellan boğazı. Əhəmiyyətli yer tutan. Magellan boğazı Panama kanalı açılmamışdan əvvəl əhəmiyyətli ola bilərdi. Amma sonradan öz əhəmiyyətini itirir. Ona görə də D-də getdim. Amma Panama kanalı çox vacib kanallardan biridir. Kil kanalı Almaniyada yerləşir. Cəbəl Tarıq boğazı Araq dənizini Atlantik okeanına birləşdirir. Bir də Hörmüz boğazı İran körfəzi ilə Hind okeanında yerləşir. Ona görə də Y variantı doğrudur. 12. Uyğunluq pozulmuşdur. Şimali Buzlu Okean, Severnaya Zemlya adası, Barents dənizi. Baxın, burada Barents dənizi Atlantik okeanına aiddir. Barents dənizi nədir? Atlantik okeanına aiddir. Ona görə də biz bunu bir dəqiqə, Şimali Buzlu Okean, Severnaya Zemlya. Yox, bu doğrudur. Burada doğrudur. Barents dənizi Şimali Buzlu Okeanda yerləşir. Ona görə də bunu götürmürük. Bizdən səhvlər istəyir. Atlantik okeanı, Böyük Antil adaları, Karib dənizi. Doğrudur. Karib dənizdə yerləşir. Burada bir səhvlik yoxdur. Bir dəqiqə, bu birdən Şimali Buzlu Okean, Barents dənizi, bir də Severnaya Zemlya. Yoğunluq pozu, Şimali Buzlu Okeanı, Barents dənizi. Barents dənizi. Bir dəqiqə o bir səhvlərə baxaq, uyğunluq pozulmuşdur. Şimali Buzlu Okean, Novaya Zemlya adası, Karadəniz. Doğrudur. Yəni bu düzdür. Bizdən səhvlər istəyir. Olmaz. Sakit Okean, Yeni Zelandiya adaları, Mərcan dənizləri. Yeni Zelandiya adası Sakit Okeandadır, Mərcan dənizi Sakit Okeandadır. Yeni Zeland, Sakit Okean. Yeni Zelandiya. Zelandiya. Yeni Zelandiya, Mərcan dənizi. Sakit Okean, Filipin adaları, Cənubi Çin dənizi. Atlantik Okeanı, İrlandiya, Norveç dənizi. Bu da yerləşir. Bu sualda
Sakit Okean, ondan sonra Filippin, bu sualda variantlarda uyğunluq gələn yoxdur axı. Bu sual okeana tökülən çay mənbəyində havanın temperaturu 1,8, mənsəbində 23,4 dərəcədir. Çayın uzunluğu 3000 kilometr olarsa, bu çaya aid olan əlamətləri müəyyənləşdirin. Bu çaya aid olanlar. Deməli, mənsəbi subarktik iqlim qurşağında yerləşir. Subarktikdə. Mənsəbində 23,4 dərəcə isti var. Necə mənsəbi subarktikdə ola bilər? Subarktikdə soyuq olmalıdır. Dağıdıcı fəaliyyəti çoxdur. Bunu hardan tapırıq? Meyliyinə əsasən. Deməli, əvvəlcə meylini tapaq. Meyli nə idi? Düşmənin uzunluğu olan nisbəti. Düşməsi nə qədərdir? Düşməni tapmaq üçün temperaturdan tapırıq. 23,4-dən çıxırıq 1,8-i. O da eləyir 21,6. Mində 6-dırsa 21,6-da x-dir. X də bərabərdir 2000 bölünsün 6-ya. O dediği neçə? 3600 metr. 3600 metr. Meyillik nədir? Düşmənin uzunluğu olan nisbəti. Yəni 3600-ü bölürük 3000-ə. Getdi bunu. Deməli bunu buna böləndə 1,2. Həqiqətən də biri keçdiyinə görə biz buna deyirik ki, dağıcı fəaliyyəti güclüdür. Yəni meyilliyi çoxdursa, deməli daha böyük dağıcı dağıntıya, yəni dib eroziya daha çoxdur. 2-ni götürdük. Ondan sonra 3-də yuxarı axınlarda yüksəklik qurşağı aydın müşahidə olunur. Düzdür. Çünki havanın temperaturu yuxarıda istidir. Yavaş aşağı düşdükcə yəni qurşaqlıq aydın müşahidə olunur. Mənbəyində əkinçilik yaxşı inkişaf etdirilmişdir. 1,8 dərəcədə əkinçiliyi inkişaf etdirmək zəifdir. Dağ çayıdır, doğrudur. Çünki elə meyillikdən gördük ki, dağ çayıdır. Aşağı axınında hidroenerji ehtiyatları daha çoxdur. Aşağı axında daha çox hidroenerji olmur. Daha çox dağın düzənliyə qovuşduğu yerdə. Çünki hidroenerji ehtiyatlarının qurulması üçün yüksəkdən çay sürətlə gəlir. Çay sürətlə gəlir və düzənliyə qovuşduğu yerlərdə tikirlər ki, sürətlə gəlsin. Və o lazım olan pərləri fırlada bilsin. Ona görə 2, 3, 5 B variantı doğrudur. Azərbaycanda cənub istiqamətinə axan çaylar. Baxın, cənub istiqamətinə deyir. Qudyal şərqə doğru axır. Lənkəranda onun kimi. Əlincəma cənuba. Viləkçay şərqə doğru. Tərtər də şərqə, Ağstafa çay da hamısı şərqə doğrudur. Vəlvələ şərqə doğrudur. Arpaçay cənuba, Şəmkirçay şərqə. Həkəri cənuba, Samur şərqə, Girdmançay cənuba. Türyançay, Naxçıvançay, Ağsuçay. Türyançay Böyük-Qafqazdan axır kürə. Naxçıvançayla Ağsuçay da Türyançay kimidir. Böyük-Qafqazdan cənuba doğru kürə gəlib tökülür. Naxçıvançay da Naxçıvanda Araza gəlib tökülür. Ona görə də Y variantı doğrudur. Ərazisində ekvatorial meşələr, qarışıq və enli yarpaqlı meşələr, cod yarpaqlı meşə yaşayır, kolluqlar müvafiq olan ölkələr. Deməli, ekvatorialda deyir Venezuela. Venezuelada ekvatorial yoxdur. Ona görə də çıxdıq. Cod yarpaqlı, Yeni Zelandiya cod yarpaqlı. Yeni Zelandiya mülayimdir. Orada şimal hissəsində yox, Yeni Zelandiyada yoxdur. Braziliyada ekvatorial var. Türkiyədə qarışıq və enli yox. Türkiyədə cod yarpaqlıdır. İndoneziyada var ekvatorial. Polşada qarışıqdır, düzdür. İtaliyada da cod yarpaqlı. Doğrudur, elə C variantı. Hindistanda ekvatorial yoxdur, subekvatorialdır. O da getdi. Kongo olar. İspaniyada cod yarpaqlıdır. Ukraynada qarışıq və enlidir. Ona görə də çıxdı. Yerləri dəyişik olsaydı düz olardı. 15-də doğru C variantı. Ağgöl Milli Parkının yerləşdiyi fiziki coğrafi rayonuna aid olanlar. Deməli, Ağgölün yerləşdiyi fiziki coğrafi rayonlara aid olan xüsusiyyətlər bizdən istəyir. 16A. Arid iqlim şəraitində yerləşir.
Bu doğru fikirdir. Yəni Kür-Araz bölgəsində yerləşir də. Ona görə də bu variant bu variantı götürürük. 16'da bunu götürdük. Ondan sonra Kür-Araz bölgəsində yerləşir. Çox hissəsi yanvar ayında temperaturu 0 dərəcədən aşağıdır. Həmin ərazidə qışın mülayim keçən yarımsəhra qurçuludur. Yəni qış aylarında o qədər də çox isti olmur. Mülayim keçir. Ona görə də biz bunu götürə bilmərik. Ondan sonra çox hissəsi okean səviyyəsindən aşağıdadır. Doğrudur. Ondan sonra antropogen ait çökmə sıxılardır. Doğrudur. Tunç şabalığı olmaz dedik ki, burada daha çox boz qonur torpaqlardır. Dentasyon yox, ovalıqdır. Kür-Araz ovalığı. Ona görə dentasyonu yox, akkumulyativdir. 1, 3, 4 A variantı. Sxemdə 2023-cü ilə yaş cins piramidası verilmişdir. Bu ərazidə təbii artımın ən az olduğu illəri müəyyən edin. Baxın, bunun üçün deməli baxırıq ki, hansı yaşda sıxılma var. Yəni artır, sonra sıxılır, təzədən bir də artım var. Baxın, baxanda görürük ki, 16-20 yaş arasında. 16-20 yaş arasında, yəni bu hissə baxın, artım gedir, amma sonra ortada belə sıxılma var. Yəni uşaqların sayı az olur. Deməli, bu təbii artımın ən az olduğu. Təbii artım nədir? Yəni bunlar nə vaxt doğulubdur? İndi 2023-dür. Baxın, 2023 yazılır. Bu uşaqların 16-20 yaşları var. Deməli, bunlar nə vaxt doğulub? Təbii artım istəyir də bizdən. Yəni, nə vaxt doğulduqlarını tapmaq lazımdır. 2023-dən bir dəfə 16 çıxıram. Eləyir 2007. Bir dəfə də 20 çıxanda 2003. Deməli, 2003-2007 A variantı. Burada baxırsınız ki, hansı aralıqda sıxılma var. Və 15-20 yaşdır. Onlar indi 2023-də bunların 16-20 yaşları var. Və nə vaxt doğulublar? Təbii artım nə vaxt aşağı olubdur? Bir dəfə də 2003-dən 16, bir dəfə də 20 çıxırıq, tapırıq. Uyğunluğu müəyyən edin. Sibir regionuna aid olan. Deməli, baxın, Sibir, Volqaboy, Şimal Qafqaz. Tatarstan, Başqırdistan, Çuvaşistan. Bunlar Sibirdir. Deməli, Tatarstan, Başqırdistan, Çuvaşistan. Tatarstan, Başqırdistan yoxdur, Çuvaşistan. Deməli, 1 ilə 5 bunlar Ural Volqaboydur. 2-yə 1 ilə 5. O da bir dənə A variantındadır. Sibirə isə Tıva, Xakas, Altay. Tıva, Xakas var, Altay yoxdur. O da Sibirə. Deməli, 4 ilə 6-da Sibirə. Şimal Qafqazı isə Qaraçay, Çərkəz, Kabardağ-Balkar. Ona görə də A variantı doğrudur. Deməli, Sibir regionuna olduğu Tıva, Xakas, Altay, Ural Volqaboyuna, Tatarstan, Başqırdistan, Çuvaşistan, Şimali Qafqaza aiddir. Kabardağ-Balkar, Qaraçay, Çərkəz. Bunlar aiddir. 19-cu sual. Daş kömür ehtiyatlarına malik olan Avropa ölkələrini soruşur. Niderland, Polşa, Portuqaliya. Polşa olmaz. Norveç, İsveç, Finlandiya. Ümumiyyətlə burada yox. Baxın, ən doğru cavab C variantı düzdür. Almaniya, Polşa, Böyük Britaniyada yerləşir. Daş kömür. Məsələn, Almaniyada Sar, Polşada Yuxarı Silesiya. Almaniyada ümumiyyətlə qədim daş kömür yataqlarının olduğu yerlərdən biridir. Hazırda bunlar çıxarılmır bunlardan. Çünki daha dərindədir. Dərində də olduğuna görə maliyyə xərcləri daha çoxdur. Almaq bunları daha sərf eləyir, daha ucuz olur. Ona görə də çıxarmaqdan daha çox özləri alırlar. Xaricdən alırlar. 20. Şahdağ, Tufandağ, Bazardüzü zirvələrinə xas olan əlamətlər. Xas olan əlamətlər. Efuzif suxurlar üstünü təşkil edir. Yəni səs suxurları. Tufandağdır, Şahdağdır. Bunlar ümumiyyətlə Böyük Qafqazdır. Böyük Qafqaz çökmə mənşəlidir. Efuzif vulkanik mənşəlidir. Ona görə də olmaz. Paleozoy, Mezozoy eralarına aid suxurlar yayılmışdır. Paleozoy Azərbaycanda bir kiçik Qafqazdadır. Bir də ki, yəni Zəyəmçay əsl çay, bir də Naxçıvanda Sədərəkdədir. Mezozoy olardı, amma Paleozoya görə səhvdir. Hündürlükləri çox olduğuna görə qar xətti var. Geosiqnal qurşaqda yerləşirlər. Böyük Qafqaz qalxmasındadırlar. Mezozoy yaşlı suxurlar var, düzdür.
3, 4, 5 D variantı. 20. Şirvan Salyan İqtisadi rayonuna aid olan 21. Şirvan Salyan İqtisadi rayonuna aid olan xüsusiyyətlər. Xarici ölkəyə çıxışı yoxdur. Aid olan xüsusiyyətlər. Xarici ölkəyə. Yox, İrana var. Şirvan Salyan İqtisadi rayonunun Şirvan İqtisadi rayonunun deməli İrana Biləsuvar rayonunun ərazisinin İrana çıxışı var. Ona görə də bunu götürə bilmərəm. Şimal, cənub, şərq-qərb nəqliyyat dəhlizi buradan yerləşir. Əsasən Şirvan rayonunun ərazisindən keçir. Şimal, cənub və şərq-qərb nəqliyyat dəhlizi buradadır. Cənub dirəsi. Şirvanda cənub dirəsi. Bakıda Şirvan dirəsidir. Mingəçevirdə də Azərbaycan dirəsi yerləşir. Deməli, Şirvanda cənub dirəsi. Bakıda şimal dirəsi. Mingəçevirdə də Azərbaycan dirəsi yerləşir. Doğrudur. Neft və qaz təbii ehtiyatlarına malikdir. Doğrudur. Burada da var. Azərbaycanda iri seslər yoxdur. Ses Şirvan Salyan ərazisində yoxdur. 2, 3, 4 B variantı. 22. Təsərrüfatın ərazi strukturunda monosentrik olanlar. Monosentrik yəni bir mərkəzdə olan. Bu da inkişaf etməkdə olan ölkələrə aiddir. İnkişaf etməkdə olan ölkələr. Baxın 3-dür. Yəni Monqolistan, 5 Sudan, bir də 6 Venezuela. 3, 5, 6, 3, 5, 6 C variantı. 13-cü saat qurşağı 13 və 20-ci saat qurşağı orta meridianlar arasında minimum dərəcə fərqi nə qədərdir? Baxın, deməli, 3-cü saat qurşağı buradadır. Yəni 3-ü vururam 15-ə. Görün, bu hardadır? 45-də. 45-i bir dəfə 7 sərhədlərinə baxaq. 7.5 gələndə 52.5. Bu tərəfə də gələndə, sol tərəfdən çıxanda 37.5. Bir də buradan 20-ci saat qurşağı. 24-dən 20 çıxanda 4. 4-ü vururam 15-ə, 60 dərəcə qərb uzunluğunda. Artıq bu qərbdədir. Burada 0 Qriviçdir. Bunun bu tərəfi sağı olur 52.5. 7.5 çıxıranda sərhədlərini tapmaq üçün. Bir edir 67.5. Bir dəfə topladım, bir dəfə çıxdım. Minimum dərəcə fərqləri isə, yəni bir-birlərinə yaxın olanları. Yaxın olanlar bir 52.5-dir, bir də 37.5-dir. Deməli, müxtəlif yarımkürədə olanda toplayırıq. 37.5 şərq uzunluğu, üstə gəlsin 52.5 qərb uzunluğu. 2-nin üstünə 7 gələn 5, 5-in üstünə 5 gələndə 0 yazaq, 1 yadda, 2-nin üstünə 7 gələndə 9, 0, 10, 1 yadda, 80, 90 dərəcə. Onun meridianları, orta meridianlar deyirik. Heç özümüzü çətinə saldıq. Orta meridianlar deyir. Orta meridianlarsa 3-dür, 45. Bu da 24-dən 20 çıxanda 4. 20-yə vuranda, 15-ə vuranda eləyir 60. Müxtəlif yarımkürədə olanda toplayırsan. 60-ın üstə 45 gələndə 105 dərəcə. Cavab 105. Minimum dərəcə fərqi. Orta meridianlar deyir 105. Xəritə sxemində balıqçılıq təsərrüfatının yaxşı inkişaf etdiyi əraziləri müəyyənləşdirin. Balıqçılığın inkişaf etməsi üçün gərək bunlar nisbətən yaxşı inkişaf etmiş ölkələr olsun. Məsələn, yaxşı inkişaf etdiyi ərazilərdə balıqçılıq təsərrüfatının yaxşı inkişaf etdiyi əsasən dedik dəniz kənarı ərazilərdə daha çoxluq təşkil edir. Dəniz kənarında. Ona görə deməli əsasən də Yaponiya tərəflərdə ümumiyyətcə hanıdır? Yaponiyadır. Buradan baxın 2-nin özü 2-dir. Ondan sonra 1 o qədər də çox. Ümumiyyətcə okeanların orta hissəsini o qədər çox götürə bilmirik. Əsasən materikə yaxın hissələrdə şef zonalarında daha çoxluq təşkil edir. 1 ortadır, 1 olmaz. 2-ni götürdük. 3 burada. Hə, bax burada şimal dənizidir. Burada da çoxdur. Burada da çoxdur. 4-də o da. O qədər də yoxdur.
Yaponiya bax bu tərəflər olsaydı, hə, Yaponiyaya yaxın. Tamam, 5-də orada da çoxdur. 5, deməli cavab oldu 2, 3, 5. Ümumiyyətlə daha çox hardadır? 1, 2, 3, 5-də baxın. Ən çox olduğu hissələr, baxın bu hissələr. Yaponiya bax buralar. Ən çox ha. Sonra buralardır. Ondan sonra Amerikanın bu hissəsində əsasən mülayim enliklərdə daha çoxdur. Çünki duzluq azalır axı ona görə. Bir buradır, bir də buralar. Çoxluq təşkil edir. Əhalinin milli tərkibinin daha mürəkkəb olduğu iqtisadi rayonlar. Daha çox olduğu baxın deyirəm hansılardır. Şirvan Salyan, Milmuğan, Mərkəzaran. Deməli 1, Naxçıvan 3. Ondan sonra Gəncə Daşkəsən, Qazax Tovuz. 1, 3, 4. Bizdən daha mürəkkəblər deyil. 1, 3, 4 təkdir. Yəni milli tərkibin az olduğu. Mürəkkəbliyin daha çox olduğu isə milli tərkibin daha mürəkkəb olduğu. Onlarda bunlardan başqa 2, 5, 6. Deməli bir də sayıram. Təkmillətlik hardadır? Şirvan Salyan, Milmuğan, Mərkəzaran, Gəncə Daşkəsən, Qazax Tovuz, Naxçıvan. Bunlar. Bir də Dağlıq Şirvan. Bura. Bu da aiddir. Dağların mütləq hündürlüyünün artmasına görə ardıcıllıqları müəyyən edin. Alpın ən hündür yeri 4807 Mont Blanc. And 5960. 6960. Qafqaz 5642. Elbrus. Deməli ondan sonra Pamir. Pamirin də ən hündür yeri 7495. Kardili 6100. Deməli Kardilyerin də ən hündür zirvəsi Denali zirvəsidir, McKinley'dir. Bunun da ən hündür yeri 6194. Deməli ən hündür yeri oldu 4. Pamir. Pamirdən sonra And. Anddan sonra Kardilyer, Qafqaz, Alp. 4, 2, 5. Evet. Artmasına görə. Yəni azdan çoxa. Azdan çoxa ən balaca 1. Deməli tərsini yazaq da bunu. 1, 3, 5, 2, 1. Yox, 2. Ən hündür zirvə bu 4-dür də, Pamir. Pamir 4-dür. Deməli tərsinə 1, 3, 5, 2, 4. 1, 3, 5, 2, 4. Ardıcıllıq belə. Uyğunluqları müəyyənləşdirin. Uyğunluq. Unitar respublika. Unitar olsun, respublika olsun. Məsələn, bu baxın A'dan baxaq. İsveç. İsveç unitardır, amma monarxiyadır. Demək 3 oldu A. B. Pakistan. Pakistan unitar respublikadır. Pakistandır da bu. Hə. Deməli Pakistan nə oldu? Federativdir. Pakistan federativ respublikadır. Pakistan federativdir. C. Belarus. O unitar respublikadır. C'də bura. D. Almanya. Almanya federativ respublikadır. Federativ respublikadır. D. Ondan sonra da Y. Qazaxıstan isə unitar respublika. Deməli 1-ə C, Y, 2-ə B, D, 3-ə A variantı doğrudur. İndi situasiya suallarına baxaq. Dağlıq ərazilərində dağın ətəyindən zirvəsinə doğru iqlim şəraitinin dəyişməsi torpaq, bitki və heyvanlar aləminin dəyişməsinə səbəb olur. Bu yüksəklik qurşağı və ya şaquli zonalıq adlanır. Təsəvvür edək ki, subtropik iqlim qurşağında yerləşən yüksəkliyi 4000 metrdən çox olan dağın ətəyində səhra və yarımsəhra landşaftı var. Bu zaman dağın ətəyindən zirvəsinə doğru bitki örtükdə fərqli olacaq. A və B hündürlüklərində yerləşən landşaftları müəyyən edin. Yüksəklikdə 4000-dən baxın, elə bizə buradan deyir ki,
subtropik iqlim qurşağında yerləşir. 4000-dən çox olan dağın ətəyində səhra və yarımsəhra. Subtropikdə yerləşsin və 4000-dən yuxarı olsun. Elə biz burada deyək Böyük Qafqaz. Çünki elə Azərbaycandan bilirik də Böyük Qafqazın ardıcıllığını bilirik. Ona görə də deməli birinci yarımsəhra ilə başlayır. Yarımsəhra ilə başlayır. Burada olur yarımsəhra, ondan sonra dağ çölləri, dağ meşələri, ondan sonra gəlir subalp və alp çəmənlikləri, subnival, nival olmuş olur. Deməli ayı oldu subalp, alp çəmənlikləri, B-də də olur dağ çölləri. Ardıcıllıq belədir. Yarımsəhra aşağıdan yuxarıya doğru getsək, yəni dağın ətəyinin zirvəsinə doğru. Yarımsəhra, dağ çölləri, dağ meşələri, subalp alp çəmənlikləri, subnival, nival olmuş olur. Verilənlərə əsasən A və B hündürlüklərində yerləşən landşaftları müəyyənləşdirin. Landşaftı dedik, 29-a baxırıq. Verilənlərə əsasən A və B hündürlükləri landşaftın meşə örtüyündə yarana bilməməsinin səbəblərini müvafiq olaraq qeyd edin. A ona görədir ki, A-da hündürlüyə doğru temperatur azalır, ona görə. Temperatur aşağı düşür. Subalp alp çəmənlikləri soyuq iqlimə uyğun gəlir. Soyuq iqlimə. Və subalp alp çəmənliklərində deyirik ki, çəmənlikdir, yəni otlaqlar təşkil edir. Ona görə də burada yaylaqlar daha çoxdur. Heyvanlar aparılır dağlarda, yaylalarında aparılır dağlara. Çünki orada otlar daha yaxşı olur. Səbəb nədir? A-da subalp alp çəmənlikləridir. Temperatura soyuqdur. Ümumiyyətlə, dağ meşələri mülayim isti iqlimdədir. Subalp alp çəmənlikləri isə soyuq iqlimə aiddir. Ona görə də A-nın səbəbi budur. B-də isə olmasının səbəbi burada dağ çöldür də, hava istidir. Yarımsəhrada, ondan sonra da dağ çöldür. Havanın temperaturunun yüksək olması. Deməli, A-da havanın temperaturu aşağıdır. Ona görə B-də də havanın temperaturu, rütubət aşağıdır. A-da temperatur aşağıdır, B-də rütubət aşağıdır. Yəni su azdır ona görə. Ona görə də meşə əmələ gəlmir. Verilmiş landşaft qurşaqlarına malik olan 3 dənə dağı müəyyənləşdirir. Deməli, bizə aiddir ki, buradan baxın elə deyək ki, hündürlük 4000-dən çox olsun və subtropik iqlimdə yerləşsin. Elə biri elə Qafqaz dağları. Böyük Qafqaz, Kiçik Qafqaz bunlar demək olar. Tian-Şan, Qafqaz, Tian-Şan, Qaraqorum, Hindukuş, Pamir, bunları demək olar. Baxın, bizə deyir ki, ən az 3 dənə nümunə yazın. Əskik yazsanız balınızdan çıxar. Amma artıq yazmağın bir ziyanı yoxdur. Ona görə də çalışın, nə qədər çox yaza bilirsinizsə yazın. Əskik yazmayın, az yazmayın. 3 deyirsə 2-sini yazmayın və yaxud da 2 deyirsə 1-ini yazmayın. Bildiyiniz qədər çalışın, situasiyanın çox yazmağa çalışın. Deməli, izah bura qədər. Hələlik sağ olun.